Çinari xanım, pedaqoq olaraq sizin də fikirlərinizi eşitmək bizə önəmlidir. Görək müəllimimiz bu sahə üçün nə düşünür? Həm də uşaqların həm həyəcan bir yandan, müəllimlərin həyəcanı. Əslində burada hamı həyəcanlıdır. Uşaq da, müəllim də, valideyn də, hamı yaxşı nəticə üçün hazırlaşır. Hər kəsin sabahı xeyirli olsun. Hər vaxtınız xeyirli olsun. Mən də düşünürəm ki, ən çox valideynlər həyəcan keçirdirlər. Çünki biraz biz müqayisə formasında böyüdüyümüz üçün, rəqabət sistemli böyüdüyümüz üçün valideynlər düşünürlər ki, başqasının uşağı girəcək, mənim uşağım girməyəcək. O da ekstra uşaqlara stres verir ki, hətta nailiyyətlərini düşünürəm daha aşağı salır. Daha rahat beyin olaraq hazırlaşsalar ki, mən girsəm də, universitetə girməsəm də valideynim üçün dəyərliyəm və yaxud da bu il girməsəm, gələn hazırlaşıb öz istədiyim ixtisasa daxil ola bilərəm. Bu şəkildə olsa rəqabət onlar üçün daha yaxşı olar. Nəinki, yəni başqalarına müqayisə olunub hazırlamaq ekstra bir stres verir. Bir də əsas məsələ var burada ki, uşaqlar artıq o bal qeyd elədiyi kimi mütəxəssisin bal yığandan sonra hədəfi var idisə tamam başqa bir ixtisas, balına uyğun ixtisaslara baxmağa başlayır. İşin yanlış tərəfi də buradadır. İşin yanlış tərəfi də buradadır. Çünki məsələ universitetə daxil olmaq deyil, məsələ istədiyin ixtisası oxumaqdır, gələcəkdə onun üçün bir karyera qurmaqdır. Yoxsa yığılan bala uyğun sadəcə universitet, diplom əldə etmək, bu sənin iş karyerava heç bir şəkildə yaxşı təsir edə bilmir. Necə demiş, bəzən deyirlər, cehizimdə bir diplom da olsun. Burada da əsas valideynlər həm də düşünürlər ki, mütləq bu il girsin uşaq universitetə. Ola bilər ki, bu il toplamayıb da lazımlı balı və yaxud da ailənin imkanı çatmır, ödənişliyə düşüb. Yoxdur, gələn hazırlaşsın, bir də versin. Belə bir səbir göstərirmi valideyn? Varmı belə valideynlər? Eybi yox, canın sağ olsun, növbəti ildə qəbul olarsan deyənlərimiz. Çox az. Çünki dediyim kimi, rəqabət sistemli böyüdüyünə görə uşaqlar düşünür ki, qohumların içində biabr oldum, qonşu nə deyəcək və yaxud da sinif yoldaşlarından bir mənim uşağım girməsə nə olacaq? Bu həm də uşağa da psixoloji təsir edir. Elə uşağa psixoloji təsir etdiyinə görə uşaq istəmədiyi ixtisasa oxumağa razılıq verir. Hansı ki, yəni bitirəcək o ixtisasla. Yetər ki, adım çıxsın ki, mən qəbul olunmuşam universitetə. Hamı dərsə gedəndə mən də dərsə gedim. Amma prinsip bu olmamalıdır. Uşaq hansı ixtisasa istəyirsə. Çünki biri var 1 il itirəsən, biri var 4 ili, 5 ili qiyabi şəkildə oxuyub itirəsən ki, istəmədiyin ixtisası bitirmirsən və sonra da işləmək istəmirsən. Tamam, qalırsan havada ki, hansı ixtisası işləyim.